Əziz dostlar, əziz izləyicilər, hal-hazırda mən Ağdam rayonunun 1-ci Baharlı kənd qəbirstanlığındayam və burada sizə bir dənə qəbir göstərəcəm. Bu qəbrin mənası nədir, hələ də biz bilmirik. Biz körpə uşaqlar idik, hal-hazırda bu qəbrin yanında gəlib oynayırdıq, eləyirdik bilməm, qəbirstanlıqda da belə. Bunu izləyib, zəhmət olmasa bu haqda bilənlər yazsın, mən də bilmək istəyirəm, çox maraqlıdır mənə görün. Bu qəbir niyə bu formada başdaşı qoyulub, niyə bu formada dəfn edilib? İndi hal-hazırda bu qəbir nədən bəhs eləyir, niyə bu cür dəfn edilib, niyə bu at formasında başdaşı düzəldilib, bu haqda məlumatı olanlar yazsın. Şərhlər bölməsində biz də bilmək istəyirik, bizə də maraqlıdır. Mən uşaqlıqdan, yəni bu haqda düşünə-düşünə hal-hazırda 34 yaşıma gəlmişəm. Yəni mən bilmək istəyirəm, hələ də bilmirəm ki, bu niyə, bu qəbir niyə bu şəkildə bastırılıb, niyə bu şəkildə başdaşı düzəldilib. Bu haqda məlumat olanlar yenə deyirəm, mənə şərhlər bölməsində yazsın. Əziz dostlar, əziz yoldaşlar, bu haqda yenə deyirəm, məlumat olanlar şərhlər bölməsində mənə yaza bilərlər ki, bu Ağdam rayonu 1-ci Baharlı kənd qəbirstanlığında bu qəbrin, hal-hazırda yanında durduğum bu atdan başdaşı düzəlmiş bu qəbrin mənası nədir? Bunu niyə belə bastırıblar? Çox maraqlıdır mənə. Bilənlər şərhlər bölməsində zəhmət olmasa mənə yaza bilərlər. Hələlik, özünüzə müğayət olun, çox sağ olun izlədiyiniz üçün. Teşekkürler.